Tökmüşəm bu qədər adam başıma ki, hamı mənim haqqımda özümü qoymuşam dünyanın mərkəzinə. Bugün mənim üstümdə yarış gedəcək. Mənə görə yarışacaq. İki komandalara bölünmüşük. Mama ilə Əsnad bir komanda. Əsnad mamanı uduzdura bilər. Məryəmlə də Rabi bir komanda. Kim məni daha yaxşı tanıyır? Suallar verəcəm. Ən çox bilən qazanır, ən az bilən uduzur və uduzana siz cəza verirsiniz rəylərdə. Növbəti video cəza videosu olacaq. Birinci sual. Ən sevdiyim maşın? Mercedes. Mercedes. Mən sana bilirdim, niyə cavab vermirsən? Sen ikisinde bir maçta seviyorsun ya. Yox. Mercedes. Ən sevdiyim yemək? Şarba. Şarba. Şarba düşmeden. Şarba düşmeden. Şarba bildi. Hə. Ən sevdiyim restoran Bakıda. Restoran al. Fast food yeri yox, restoran. Tuz çörek. Yox, Çörek. yox, Açı. yox. Kimsi. Şaban Kimsi. Düzdür, şarman ömrə bir. TikTok'u sevirəm yoxsa Instagram'ı? TikTok. Cavab ver də. Tabii ki hiç o sualın cevabı ihtiyaç yoktu. Yaxşı, ən sevdiyim rəng. Kırmızı. Yaşlı. Yaşıl. Ən sevdiyim TikToker. O kızları bu sonu Ən sever. sevdiyim TikToker. Kız. Hə, düzdür. O sən fikir edib yazmışdım. sonra. Enari. Kola içirəm daha çox yoxsa Fanta? Kola. Fanta. Daha çox Fanta içirəm. Robi çok. Nereden? Bezdim için. TikTok'daki follower sayım. 274. Yaxınlaşdın. Sən 205. Elnara düzdədir. KFC-ni yeyirəm, KFC-ni daha çox sevirəm yoxsa McDonald's? Kepsi. Hə, ikiniz də düzdədiniz. Buna bir şot. Ən sevdiyim serial. O aşağıda var o. Yox. Faktaki. Yıldız var bir tane. Hə, yasak elma. Aha. Anamdan sonra ailəmdə ən sevdiyim şəxs. Menzil. Yox, qan bağı olan. Nene. Yox. Baba.